Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri biz ət piroqu hazırlayırıq. Piroq üçün deməli, əvvəlcədən apara hazırlayırıq. Yarım stakan ilıq su, yarım stakan ilıq süd, 1 çay qaşığı maya, 1 çay qaşığı un əlavə edib qarışdırıb isti yerə qoyuruq. Apara hazır olduqdan sonra içinə deməli 60 qram şəkər tozu, yumurta ağı və 1 çay qaşığı duz əlavə edib qarışdırırıq. Sonra yavaş-yavaş 3 stakan yarım unu əlavə edib xəmir yoğurmağa başlayırıq. Xəmir hazır olduqdan sonra ən axırda 50 qram əridilmiş kərə yağı əlavə edib yaxşıca yoğururuq. Xəmiri 1 saatlıq şişməyə qoyuruq. Xəmiri 2 hissəyə bölüb 2 kündəyə ayırırıq. Bir kündə balaca, bir kündə biraz ondan böyük. Deməli, piroqumuzun içliyi üçün bizə qovrulmuş ət lazım olacaq. Əvvəlcədən qovrulmuş ət, zoğal qurusu, bir balaca soğan, duz, istiot, sarı kök, darçın, 1 çay qaşığı şəkər tozu əlavə edib içliyi düzəldirik. Üzerini zövqə görə bəzədikdən sonra bir yumurta sarısına 1 çay qaşığı süd qarışdırıb üzərinə sürtürük. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30 dəqiqəyə bişiririk. Ət piroqumuz hazırdır. Kanalıma abunə olub dəstək olmağı unutmayın.